Hovuz onu təklif edə bilərəm ki, ümumiyyətlə hovuzun tikintisi bölgədən çox asılıdır. Yəni qazıntı prosesində su çıxa bilər, palçıqlı yer ola bilər. Yəni hovuz tikintisi inşaata bağlıdır deyə mən orada bir statistik hesablamalar olmalıdır və çöldən gələn suyun, nəmişliyin qabağını almaq üçün izolyasiya olunur. Betonun markası hovuz standartlarına uyğun olmalıdır və içəridə olan sement məhsullu izolyasiyamızda tam elastik olmalıdır və memari görünüşündə də müştərimiz mozaikadır, seramikdir, nəyi seçirsə, hansı üslubu seçirsə, o üslubda da inşaat edə bilərik. Hovuz daşıma sistemi var, gizli daşımalar var, skimer sistemi var, gizli skimerlər var. Bu memari görünüşdən çox asılıdır. Dostumuz istəyirsə hovuz tikintisi inşa edə bilərik. Hal-hazırda da mən bütün müştərilərimə gördüyüm işləri müəyyən etapla, çəkiliş vasitəsi ilə çatdırıram. Səhvimizlə də, doğrumuzla da müştərilərimizin qarşısındayıq.